Yeni yayın əfsanəsi, ümid, sevgi və dərin hisslərin nağılı uzaq, Azərbaycanın qədim torpaqlarında, dağların qoynunda yerləşən min illərin acı şirin xatirələrini və əcdadların hikmətini özündə cəmləşdirən kiçik bir kənd var idi. Bu kənd Əsmədabad adlanırdı. Əsmədabadın dar daş küçələrində hər daşın və hər ağacın özündə min illərin sirlərini daşıdığı, çayın səsi ilə qəlblərə ümid bəxş etdiyi, əcdadların öyrətdiyi ənənələrin, sevginin və mərhəmətin bir-birinə qarışdığı bir həyat axını idi. Hər küncdə, hər pəncərədə həm keçmişin ağır dərsləri, həm də gələcəyin parlaq ümidləri əks olunurdu. Bu yay, kənddə adətən görmədikləri o isti, qızmar havaların və ulduzların sayəsində gecələri daha parlaq, səhərləri isə daha təzə olduğu bir dövrdə, Əsmədabad sakinləri yeni yay mövsümünün gəlməsini böyük həyəcanla gözləyirdilər. Hər il olduğu kimi bu yayda kəndin insanlarına yalnız isti hava və canlanmış təbiət bəxş etmirdi, həm də onların qəlblərinə, dərin düşüncələrinə və ürəklərinə yeni ümid, yeni arzular və sevgi ilə dolu bir nağıl yazırdı. Kəndin hörmətli ailələrindən biri olan Məmmədovlar ailəsi bu mövsümün ən parlaq simvollarından biri idi. Ailənin başçısı Həsən bəy torpaqla, ənənələrlə və insanın qəlbində yatan sarsılmaz ümidlərlə dolu həyatını övladlarına öyrətmiş, onların hər bir addımında tarix və mədəniyyətin əbədiliyini hiss etdirmişdi. Həsən bəyin iki övladı, çalışqan və qətiyyətlə dolu gənc Ramiz və duyğularını şeir dilində ürəyinin incə sədası kimi ifadə edən Aysel, kəndin ən hörmətli simvollarından sayılırdı. Həsən bəy hər zaman övladlarına deyirdi, bizim torpaq yalnız bir yer deyil, o bizim canımızdır. Hər daş, hər yarpaq, hər axan su bizim keçmişimizin və gələcəyimizin əbədi sədasıdır. Sevgi, mərhəmət və ədalət bu torpağın ən qiymətli sərvətləridir. Yeni yay gəldikcə kəndin havası isti və nəcib idi. Gün doğuşu, dağların zirvələrindən süzülən isti işıqlar, hər küncdə insanlara yeni başlanğıcların, yeni ümidlərin sədası kimi gəlirdi. Ramiz səhərin ilk işığı ilə tarlalara doğru yola düşür, günəşin altın şüaları altında torpağı əzablı, yorucu əməyi ilə əkməkdən böyük məmnunluq hiss edirdi. O, hər bir toxunan əkincinin əllərində torpağın dərin sirlərini və əcdadların öyrətdiyi zəngin irsi hiss edirdi. Onun baxışlarında həmçinin hər bir çətin anın, hər bir zəhmətin üzərində doğan sevinc və qürur da öz əksini tapırdı. Bu yay həm də Ayselin ruhunu daha da dərindən oyandırdı. O, kəndin dar küçələrində, köhnə evlərin divarlarına asılmış şəkillərə baxır, hər kəsin öz həyat hekayəsini, sevincini və kədərini dinləyirdi. Aysel öz şeirində yeni yay sanki həyatın təzə başlanğıcıdır, hər çiçək açılır, hər yarpaq rənglənir və hər nəfəs ümidin və sevginin sədası kimi ürəklərdə çalınır, deyərək kəndin hər küncündə yaşayan o dərin duyğuları sözə salırdı. Kəndin mərkəzində hər gün toplaşan insanlar arasında köhnə ümid məscidi ənin qabağında keçirilən söhbətlərdə keçmişin izləri ilə gələcəyin ümidləri bir araya gəlirdi. Gənc və yaşlılar həm də illərin acı dərslərini, həm də parlaq anılarını paylaşır, səmimi söhbətlər vasitəsilə bir-birinə dəstək olurdular. Həsən bəy məscid meydanında toplanan insanlara belə deyirdi, bizim həyatımız hər kəsin ürəyində yanan o sarsılmaz işıqdır. Yeni yay yalnız isti hava və canlanmış təbiət deyil, həm də keçmişin dərin hikmətini və gələcəyin ümid dolu arzularını simvolizə edir. Biz torpağımıza, ənənələrimizə və sevgiyə sadiq qalaraq hər zaman ümidin və ədalətin işığını daşıyacağıq. Bu günlərdə kəndin hər küncündə, tarlalarda, meşələrdə və çay kənarlarında toplanan insanlar öz içlərindəki dərin arzuları, kədərləri və sevincləri bölüşürdülər. Ramiz və Aysel bir gün bir araya gəlib, kəndin qədim ağacının kölgəsində geniş meydanda sakitcə oturaraq həyatın mənası üzərində düşünürdülər. Ramiz deyirdi, bu yeni yay yalnız təbiətin gözəlliyini deyil, həm də bizim qəlblərimizdə doğan yeni ümidləri simvolizə edir. Hər bir damla göz yaşımız, hər bir gülüşümüz bu torpağın vətənpərvər tarixindən və sevginin dərinliyindən doğur. Aysel isə səmimi bir baxışla, həyat bizə hər çətinlikdən sonra yeni bir başlanğıc, hər kədərdən sonra yeni bir sevinc bəxş edir. Biz keçmişin dərslərini öyrənərək gələcəyə inamla baxmalıyıq, deyirdi. Kəndin insanları yeni yayla birlikdə həm də mədəni və ruhani bir dirçəliş yaşadı. Məktəblərdə və mədəniyyət evlərində köhnə şeirlər, nəsr əsərləri və xalq nağılları oxunurdu. Hər kəs keçmişin ən incə hekayələrini dinləyərək öz içindəki sarsılmaz ümidin dəyərini kəşf edirdi. Gecələr ulduzların altından, evlərin pəncərələrindən sızan işıqlar sanki hər kəsin ürəyində yanan o əbədi işığı daha da parlaq edirdi.
Kəndin yaşlıları gənclərə keçmişin dəyərlərini, sevginin və ədalətin sarsılmaz gücünü xatırladır. Hər kəs öz həyatında torpağın, ağacların və çayın sədasını eşidərək gələcəyə doğru inamla addımlayırdı. Həsən bəyin rəhbərliyi altında yaradılan Əbədi Ümid adlı kitab layihəsi yeni yayla birlikdə gerçək bir inqilabın başlanğıcı oldu. Bu layihə yalnız kəndin tarixini sənədləşdirməklə kifayətlənmirdi, həm də hər bir sakinin həyat hekayəsinin, onun sevinclərini, kədərlərini və uğurlarını bir araya gətirərək gələcək nəsillərə ilham verəcək bir mirasa çevrilirdi. Ramiz bu layihədə öz sözlərini, duyğularını və düşündüklərini yazır, Aysel isə öz şeir və nəsr əsərləri ilə hər kəsin qəlbindəki o dərin sarsılmaz ümidin, sevginin və mərhəmətin təcəssümünü əks etdirirdi. Hər bir yazı, hər bir söz sanki Tolstoyun romanlarının qəhrəmanlarının yaşadığı o dərindən gələn hissləri, acıları və sevincləri birləşdirirdi. Kəndin hər küncündə yeni yayla birlikdə insanlar öz həyat yollarında keçmişin izlərini və gələcəyin ümidini bir araya gətirərək böyük bir ailə kimi yaşayırdılar. Məscidin qarşısında Həsən bəyin və digər yaşlıların səmimi söhbətləri gənclərin ürəyində yeni arzular, yeni ümidlər oyandırırdı. Hər kəs torpağın, əcdadların və ənənələrin dəyərinin öz içində yanan sarsılmaz işığı bir daha kəşf edirdi. Yeni yay təkcə istiliyi və canlanmış təbiəti ilə deyil, həm də keçmişin vətənpərvər hekayələrinin, sevginin və ümidin yeni cərəyanına çevrildiyi, insanların öz iç dünyalarının, acılarını və sevinclərini yenidən dərk etdiyi bir mövsüm idi. Günəşabadın səmimi insanları bu yeni dünya və yeni yay arzusunu gələcək nəsillərə ötürmək üçün hər zaman öz dəyərlərini qorumağa, sevgi və mərhəmət yolunda irəliləməyə davam etdilər. Hər kəs torpağın, köhnə divarların və məscidin sükutlu künclərinin sədasını dinləyərək Əbədi Ümidin Səsləri adlı bu nağılın hər bir parçasını öz həyatına daxil etdi. O günlərdə kəndin hər bir sakini keçmişin dərslərini və gələcəyin ümidini bir araya gətirərək öz içindəki sarsılmaz işığı hər zaman yaşatmağın, dərin duyğuları və səmimi sevgini paylaşmağın vacibliyini başa düşürdü. Beləliklə, yeni yayın əfsanəsi yalnız bir mövsümün istiliyini və təbiətin canlanışını deyil, həm də insan ruhunun dərinliyini, keçmişin zəngin irsini və gələcəyin parlaq ümidini simvolizə edən, Tolstoyun böyük romanlarından ilham alan bir nağıl kimi Əsmədabadın dar küçələrində, məscid meydanlarında və hər bir evin pəncərəsində əbədi yaşayacaq. Hər kəs bu dastanı oxuduqda torpağın sədasının, əcdadların hikmətini və öz qəlbində yanan sarsılmaz ümidin dəyərini bir daha kəşf edəcək, çünki həyat, keçmişin dərsləri və sevginin əbədi gücü ilə hər zaman yeni başlanğıclar, yeni dünyalar və yeni ümidlər yaradır. Beləliklə, yeni dünyanın çağırışı, keçmişin izində gələcəyə doğru səyahət adlı bu dastan Azərbaycanın qədim torpağından çıxan əcdadların izlərini və sarsılmaz dəyərləri gələcəyə daşıyan, sevgi və mərhəmətlə zəngin olan bir nağıl olaraq nəsillərə ötürüldü. Hər kəs bilir ki, ən böyük zənginlik, keçmişin acı və şirin hekayələri, sevginin, mərhəmətin və ümidin əbədi gücü yalnız öz içimizdə gizlidir. Biz bu dəyərləri yaşatmaqla gələcək nəsillərə, həmçinin bütün dünyaya insan ruhunun dərinliyini və sarsılmaz ümidin işığını bəxş etmiş o nağılı təqdim edirik. Bu yeni yay təkcə istiliyi və canlanmış təbiəti ilə deyil, həm də insan qəlbində yanan o sarsılmaz ümid və sevgi işığı ilə hər kəsin həyatında yeni səhifələr açdığı və hər kəs Əsmədabadın dar küçələrində, köhnə məscid divarlarında və hər bir ürəyin dərinliyindən bu nağılın əbədi sədasını eşidərək öz həyat yolunu sevgi, mərhəmət və ədalətlə işıqlandırmağa davam etdi.